Özbəkistanın paytaxtı Daşkənddəyik. Bura gəlmişik, Özbəkistan hökumətinin dəvəti ilə bir qrup jurnalist gəlib, onlar içərisində tək bloger olaraq bizi çağırıblar. İnşallah növbəti 4-5 gün ərzində Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində olacağıq və çox maraqlı yerləri gəzəcəyik. Gəzdikcə onlar haqqında məlumat verəcəm. Hələ ki ilk günün təəssüratını sizlə bölüşüm. Keçim içəri. Deməli, ilk olaraq Bakıdan 2 saat uçub gələ bilirsiniz bura, çatırsız Daşkəndə və arada 1 saat fərqi var. Mən də elə oldu ki, telefonda baxıram başqa saatdır, qolumdakı saatda fərqlidir. Ondan sonra uşaqlar dedilər ki, 1 saat fərq var. Yəni Bakıda əgər saat 3-dürsə, burada saat 4-dür. Çatan kimi aeroportda çoxlu mobil operatorların nömrələri satılan yerlər var. Orada biz məsələn təxminən 15 manata 10 GB aldıq. Yəni çatanda telefon nömrəsi alıb telefona taxın, çox rahat işlədir. Həm danışıq, həm internet olan paketləri də var. Bu cəhətdən rahatçılıqdır. Danışıq cəhətdən də əvvəllər belə idi ki, bu Orta Asiya ölkələrində rusca bilmək lazım idi. Tam çünki anlaşa bilmirdik də. İndi sağ olsun türk serialları sayəsində hamı türkçə bilir. Belə ki, ölkəyə girəndə pasport kontrolda mən səhv hissəyə getmişdim. Orada indi əlimdə pasportdan gözləyirəm ki, növbə mənə çatsın. Qıraqdan məmurlardan biri dedi ki, abi, yanlış yerdə dayanmısan, bura Özbək vətəndaşlarından ötürüdür. Buradan sizin pasport ötmür. Sizin pasport oradan ötür dedi. Yəni hamı bir qeyri-adilik görən kimi abi deyib çağırıb deyirlər. Türkçə danışırlar. Bu qəşəngdir. Ümumiyyətlə də sözlərdə danışıqda başa düşmək biraz çətin ola bilər. Yavaş-yavaş danışsaz anlaşa bilirsiniz. Bir də ki, yazılarda amma oxuyanda mənanı çıxarda bilirsiniz. Gələndə yolun qırağında bir park gördüm. Məsələn, indi videosunu qoyacağım bura. Yazıb istirahət bağı. Çox rahat oxunur söz orada. Mənası başa düşülür yəni. Yerli pul vahidi somdur. Bu məsələn 50.000 somdur. Bu təxminən 7 manatdır. Yəni bizim 1 manatımız təqribən 7.000 soma bərabərdir. Bunu bankomatdan çəkdim, yoxladım ki, görək alınırmı. Elə normal viza kartını saldım. Deməli bu 7 manatı çıxartmaqdan ötürü bizim pulla təxminən 10 qəpik komissiya tutdu. Əksər yerlərdə kartla ödəniş edə bilirsiniz, amma mütləq nəqd lazımdırsa hansısa bankomata yaxınlaşıb çıxarda bilirsiniz. 1 manat 7.000 som. Nəqliyyat məsələsində belədir ki, aeroportda bəzi beynəlxalq taksi şirkətlərinin reklamlarını gördük. Onları işlədə bilirsiniz rahat. Biz indi dediyimiz kimi Özbəkistan hökumətinin qonağı olduğumuza görə xüsusi nəqliyyat təyin olunub bizə gedəcəyimiz bütün yerlərə. Ona görə yerli nəqliyyatı ya da taksini istifadə etməyə ehtiyac olmayacaq bizdə və burada oteldə qalırıq. Şəhərin mərkəzində ən yaxşı yerində qonaqpərvərlik göstəriblər, sağ olsunlar. Dünyanın ən böyük otel şəbəkələrindən birinin binasındayıq indi. Yəni növbəti 5 gün buradayıq. Gəzdiyimiz yerləri qəşəng 2-3 dənə video halında növbəti həftə ərzində görəsiniz. Bizi izləməyə davam edin.